Hər birinizi salamlayıram. Əziz izləyicilər, layihəmizin növbəti buraxılışında sizi xoş gördük. Bugünkü qonağımız Daşdəmir bəy Bayramovdur və memarlıq ixtisası üzrə bizə məlumat verəcəkdir mütəxəssisimiz. Salamlayıram sizi, xoş gəlmisiniz. Salamlar, təşəkkürlər. Əvvəla mən də sizə təşəkkür edirəm. Belə bir sosial layihəni keçirdiyiniz üçün, yəni gənclərimizə, tələbələrimizə faydalı olmağa çalışdığınız üçün. Minnətdaram. Özünüzü təqdim edin və ixtisas bağlı ilkin məlumatı eşitmək istərdik sizdən. Mən Daşdəmir Bayramov memarlıq ixtisasını bitirmişəm. Hal-hazırda memar dizayner kimi, peşəkar mütəxəssis kimi fəaliyyət göstərirəm. Həmçinin Autodesk'in sertifikatlı beynəlxalq təlimçisi kimi fəaliyyət göstərirəm. Autodesk'ə sonradan qayıdacam tam olaraq nə deməkdir, yəni gənclərimiz bunu anlasın deyə. Ümumi olaraq həm bakalavr, həm də magistr ixtisasımı tamamlamışam. İxtisasım ingilis dilində və fərqlənmə ilə bitirmişəm. Həmçinin tələbəlik illərimdə bir çox sizin kimi və ümumi olaraq digər sosial layihələrdə iştirak eləmişəm. Həmçinin təlimçilik və bir çox layihələrlə məşğul olmuşam. İxtisası seçməklə bağlı əslində belə deyim, tərsə mühəndisi eləsək, yəni geriyə qayıdaraqdan baxsam ki, necə seçmişəm. İndiki cavabım belə olar ki, həm bilinçli şəkildə, həm də bilinçsiz şəkildə seçmiş oluram. Keçmişə nəzərən isə cavab versəydim, bilinçli şəkildə seçmişəm. İxtisası seçərkən, xüsusilə də hazırlaşarkən, yəni imtahana hazırlaşarkən reallıq baxımından xüsusi bir marağım, istəyim və ya qərarım yox idi. Çünki bizim vaxtımızda ümumiyyətlə sensor telefonlar hələ təzə-təzə çıxırdı, internetə çıxış çox az idi. Mütəxəssislərlə və digər bu sahə ilə və ya digər sahələrlə bağlı şəxslərə əlçatanlıq o qədər yaxşı deyildi. Yəni biz bu məlumatları indi gənclərimizin YouTube-dan, digər sosial şəbəkələrdən və ya süni intellektdən əldə edə bildiyi məlumatları əldə edə bilmirdik. Bu baxımdan ixtisas seçimi daha korana şəkildə aparılırdı. Ancaq ki, bu sahə ilə birinci dərəcəli əlaqəli olan bir şəxsin də məsləhəti ilə bu sahəni seçmiş oldum. Keçmişə baxarkən isə, yəni indidən keçmişə baxarkən isə görürəm ki, əslində bu sahəyə məndə təsadüfən seçilmiş sayılmır. Çünki müəyyən bacarıqlarım da var idi. Həm rəsm bacarığı olsun, həm əl qabiliyyəti olsun, həm hər hansısa bir alətin yenidən, məsəl üçün deyək, uşaqlıq dövrlərində sökülüb yenidən olduğu kimi yığıla bilmək bacarığı olsun və ya da ki, əl qabiliyyəti ilə hər hansısa bir oyuncaq evlərinin hazırlanması olsun, qumdan nələrinsə hazırlanması olsun. Yəni bu tip keçmişə baxanda əslində uşaqlıqda məndə bu bacarıqlar maraq olub. Sadəcə yaş artdıqca, yəni abituriyent olduqca və ya da ki, ixtisas seçiminə yaxınlaşdıqca müəyyən səviyyədə bilinçli və bilinçsiz şəkildə bu formalaşıb məndə. Yəni bu ixtisası belə olaraq seçmişəm və sevərəkdən seçmişəm. İlk yazdığım ixtisas olub, ixtisas sıralamasında və ilk yazdığım yerdə qəbul olmağı bacarmışam. Çox maraqlı. Bəs memarlıq nə deməkdir sizin üçün? Memarlıq izləyicilərimizin də anlayacağı dildə deməyə çalışsam, memarlıq insanların yaşamını, yaşamağını, yəni varoluşunu estetik və funksional cəhətdən maksimum faydalı şəkildə formalaşdıran bir sənətdir. Yəni nə qədər ki, insanlıq var olub, memarlıq sənəti həmişədən var olub. Yəni qədim dövrlərdən indiyə qədər və indidən sonra da nə qədər ki, insanlıq var olacaq, bu ixtisas var olacaq. Çünki insanların yaşamağa evi, evə, işləməyə, məkanlara və sosial məkanlara həmişə ehtiyacı var, ehtiyacı olacaq. Düzdür, zaman keçdikcə bu müəyyən səviyyədə dəyişir, formalaşır. Ancaq memarlıq ixtisası qədim bir sənətdir, hətta deyərdim ki, bir incə sənətdir. Yəni tip kimi əhəmiyyətli bir ixtisasdır. Necə ki, insan varsa, onun sağlamlığı əhəmiyyətlidir və tip də qədimdən bəri necəsə var, daha da get-gedə inkişaf edir. Eynilə memarlıq da qədimdən var, daha da get-gedə formalaşır, inkişaf edir və ya dəyişir. Bəs memarlıq üzrə gərəkli bilik və daha sonra istərdim bacarıqlardan danışasınız. Memarlıq baxımından bilik və bacarıqlara gəldikdə əslində çox bilik və bacarıq tələb olunur müəyyən səviyyədə. Ancaq mümkün qədər çalışacağam bu sualı məntiqi ardıcıllıqla cavablayım, hansı ki, bəziləri əvvəlcədən var olmalıdır və ya da ki, üzərində işləmək lazımdır. Bəziləri isə sonradan yavaş-yavaş getdikcə formalaşır. Əvvəlcədən var olmalı, müəyyən səviyyədə insanın yaradılışında özündə olmalı bacarıqlardan biri diqqət və səbirdir. Yəni, memarlıqda diqqət və səbir bacarığı məncə məcburi bir bacarıqdır.
Çünki sizin ixtisas oxuma müddətinizdə olsun, imtahanlarınızda olsun, peşəkar iş fəaliyyətinizdə olsun, sizin diqqətə, səbirə ehtiyacınız olur. Çünki bir layihənin üzərində, bir xırda detalın üzərində bəzən saatlarla, günlərlə işləməli olursunuz. Bəzən sadə bir problemi, xırda bir problemi günlərlə həll edə bilmirsiniz. Yəni bunun üçün sizə çox güclü səbir, motivasiya və istək lazımdır. Yəni ixtisası sevməyən bir şəxsin bu səbri göstərə bilmək qabiliyyəti əsasən çox az olur və bezdirici bir peşə olmuş olur, belə deyim, memarlıq. Bu bacarıqlarla təkcə bitmir əslində. Bu diqqət və səbri dedik. Digər bacarıqlar riyazi və həndəsi bacarıqlardır. Yəni bu şəxs riyazi və həndəsi bacarıqları, bilikləri yaxşı olmalıdır. Onsuz da ixtisas seçimində siz memarlıq və dizayn istiqamətində əsasən birinci qrup tələbələr, yəni birinci qrupa hazırlaşan tələbələr verə bilir və burada əsas fənlərdən biri də riyaziyyat və fizikadır. Və bu iki fəndə həqiqətən də müəyyən səviyyədə maraq, bacarıq və bilik olmalıdır. Yəni həm imtahanda yüksək yazmalısınız qəbul ola bilmək üçün, həm də bu ixtisaslara, bu yəni fənlərə yatqınlıq olmalıdır qarşıdakı şəxsdə ki, daha yaxşı bilsin. Çünki memarlıqda hər şey riyazidir, fizikidir, estetikdir. Yəni bu ixtisaslarda lazım olur. Digər bacarıqlardan biri ünsiyyət bacarığıdır. Memarlıqda mütləq şəkildə ünsiyyət bacarığı olmalıdır. Bəlkə də bu bacarıqları mən indi sadaladıqca izləyicilərimiz fikirləşir ki, çox da memarlıqla əlaqəsi yoxdur axı bu, yəni rəsmdən söhbət eləmədi, digər şeylərdən söhbət eləmədi. Belə soft bacarıqlardan, belə deyim, yumşaq bacarıqlardan söhbət edir. Ancaq memarlıqda ünsiyyət bacarığı da çox əhəmiyyətlidir. Çünki biz düşünək ki, bu bütün fiziki obyektləri deyək, yəni estetik hər şey rəsmdən tutmuş, bütün binalara kimi insan üçün yaradırıq da. Yəni bu insan yaşayır, insan işləyir, insan istifadə edir bunları və əgər bir yerdə insanın varlığı varsa, orada ünsiyyət, emosiya, duyğular qaçınılmazdır. Bu səbəbdən bir memar bunları mütləq şəkildə əvvəlcədən özündə formalaşdırmalıdır və ya da ki, buna yatqın olduğunu düşünən bir şəxs olmalıdır. Daha sonra isə estetika, rəsm bacarığı və ya digər əl qabiliyyətləri gəlir, ancaq bunlar müəyyən səviyyədə həm sonradan öyrənilə bilir, yəni sonradan yavaş-yavaş inkişaf edilə bilən bacarıqlardır. Eyni ilə bayaq saydığım bacarıqlar da öyrənilə bilir. Bəzən çox ehtiyac da olmaya bilir, yəni rəsm bacarığına və ya digər bacarıqlara. İxtisasın məzunları nə işlə məşğul olur və harada çalışırlar? Əsasən məzunlar həm dövlət qurumlarında, həm özəl qurumlarda, MMC-lərdə, həm də fərdi şəkildə fəaliyyət göstərə bilir. Memarlıq elə bir ixtisasdır ki, memarlıq, dizayn ixtisasları elə bir ixtisasdır ki, siz fərdi şəkildə fəaliyyət göstərə bilirsiniz məzun olduqdan sonra. Metaforik olaraq izah eləsək, yəni bir bərbər kimi, bir usta kimi siz də öz müştərinizi, tələbinizi formalaşdırdığınız müddətcə özünüz də fərdi şəkildə fəaliyyət göstərə bilirsiniz. Düzdür, memarlıq da tip kimi müəyyən təcrübə, lisenziya və sair tələb edir. Ancaq bunu da müəyyən formalarda həll etmək mümkün olur. Bu səbəbdən üstünlüyü odur ki, yəni bu ixtisası oxuyan şəxslər müəyyən bir freelans fəaliyyət göstərə bilirlər, öz memarlıq ofislərini yarada bilirlər. Eyni ilə hal-hazırda bir neçə sahib çox olmasa da dövlət qurumları var, bu şəhərsalma olsun, layihə institutları olsun, eyni ilə bir çox abadlıq qurumları olsun, icra hakimiyyətləri olsun. Bu istiqamətlərdə memarlara, dizaynerlərə, şəhərsalma ixtisasına, mühəndislərə tələbat olur. Ancaq reallıq baxımından belədir ki, bu yəni həm dövlət qurumu olduğu üçün, həm də hər peşənin, hər sahənin müəyyən bir limiti olur. Yəni rəqabət çoxdur, belə deyək. Yəni sayı elə də çox deyil tələbat olaraq mütəxəssislərə. Rəqabət də çoxdur və özəl şirkətlər də var, yəni memarlıq ofisləri də var. Oralarda da işləyə bilirlər. Hətta özəllərdə daha çox şans var. Yəni tələbat baxımından, say baxımından, nəinki mənim fikrimcə dövlət qurumlarında. Bəs nə işlə məşğul olur? İkinci hissəsinə gələk sualımız. İnsanlar fikirləşə bilər ki, memar, yəni peşəkar memardan söhbət edəsək, belə deyim, şəkil çəkmək deyil. Yəni memarlıq nə deyil, məncə cavablayım, daha yaxşı olar. Yəni memarlıq şəkil çəkmək deyil, memarlıq plan işləmək deyil, memarlıq yəni ofisdə təkcə var olmaq deyil. Memarlıq əslində biraz yaradıcı sənətdir. Yəni siz burada insana təsir edirsiniz, siz problem həll edirsiniz, siz funksionallıq həll edirsiniz. Yəni bu baxımdan memarlığın nə iş görməyi biraz dəyişkəndir. Memarlar əsasən dediyim kimi, yəni
binaların vizual görüntüsünü hazırlayır, mühəndislərlə birgə işləyir, eyni ilə layihələrin idarə edilməsində iştirak edə bilir, tikinti sahəsində birbaşa layihənin aparılmasında, yəni layihədə iştirak edə bilir. Yəni bu tipli bir çox istiqamətlər var. Eyni ilə hal-hazırda düşünürəm ki, həm texnologiya inkişaf elədikcə, həm də memarlığın xüsusiyyəti olaraq memarlıq ixtisasını bitirmiş şəxslər təkcə memarlıqda yox, bir çox sahədə təcrübəli və bilikli olmalı olduqlarına görə əslində memarlıqdan kənar, memarlıqla müəyyən məntiqlə əlaqəli olan sahələrlə də məşğul ola bilir. Məsəl üçün deyək, memar həqiqətən bu sahədə oxumuş, öyrənmiş və ya da ki, əlaqələnmiş şəxslər bizneslə qura bilərlər, satışla da məşğul ola bilərlər, yəni bir çox sahəyə məşğul ola bilərlər. Yəni bu memarlığın qazandırdığı bir üstünlükdür. Memarlıq ixtisasının hazırki tələb durumunu necə qiymətləndirərdiniz? Memarlıq ixtisasına tələb digər ixtisaslara nisbətdə, yəni əsasən də yayğın olan, çox olan, yəni bazarda belə deyim, bu sahədə peşəkar həyatda çox olan ixtisaslara nisbətən memarlıq ixtisasına tələbat nisbətən daha çoxdur. Çünki bu ixtisas həm qabiliyyət tələb edir, həm oxumağı müəyyən səviyyədə çətindir, həm məzun olduqdan sonra işləmə bacarığı olsun, yəni fəaliyyət göstərmək olsun baxımından müəyyən standartları var. Həmçinin həkimlik kimi, tibb kimi bu ixtisaslarda lisenziya tələb olunur. Yəni müəyyən nəzarət və standart olduğuna görə bu ixtisasda belə deyim tələbat var. Ancaq bazarın da bir doyma limiti var və düşünürəm ki, artıq bu limitə get-gedə texnologiyanın inkişafı ilə yaxınlaşırıq. Bununla səbəbi universitetlərdə ildə yüzlərlə memarın və ya buna oxşar dizayn olsun və digər ixtisasların məzunlarının olması, eyni ilə bu istiqamətdə bir çox özəl tədris mərkəzlərinin, kursların fəaliyyət göstərməsi, yəni buna təsir göstərir. Düşünürəm ki, öz üzərində məşğul olan, yəni təkcə bu ixtisası mən universitetə qəbul oldum, diplom əldə elədim, artıq mən memaram deməklə memar olmaq olmur. Yəni bunları saymasaq, öz üzərində işləyən şəxslər, daim inkişaf edən şəxslərə hər zaman tələbat var, olacaq, olub da yəni bu günə kimi də. Minnətdarım. Bu tələbat durumu gələcəkdə hansı yöndə dəyişə bilər? Müsbətə, mənfiyə doğru necə qiymətləndirirsiniz? Düşünürəm ki, bütün ixtisaslar kimi süni intellektin də təsiri ilə, texnologiyanın inkişafı ilə memarlıq ixtisası da müəyyən səviyyədə dəyişəcək. Bayaq da dediyim kimi, digər ixtisaslara nisbətən daha az dəyişəcək böyük ehtimal. Yəni dəyişiklik sürətli olmayacaq ən azından. Xüsusilə də bizim kimi inkişaf etməkdə olan ölkələrdə, yəni bu dəyişiklik xüsusilə də tibb olsun və ya da ki, memarlıq kimi, yəni müəyyən ciddi ixtisaslarda, yəni müəyyən standartlı belə deyim ixtisaslarda bu dəyişiklik əsasən olsa belə sürəti zəif olur. Bu səbəbdən tələbat müəyyən səviyyədə qalmaqda davam edəcək, həm artacaq, həm azalacaq. Artacaq deyərkən, yəni bayaq da dediyim kimi öz üzərində məşğul olan, süni intellekt istifadə etməyi bacaran, eyni ilə texnologiyadan düzgün istifadə etməyi bacaran, təkcə memarlıq qabiliyyəti deyil də, həmçinin bayaq da dediyim kimi ünsiyyət qabiliyyəti, satış qabiliyyəti, bir çox problem həll etmə bacarığı, layihə idarə etmə bacarığı və s. eyni ilə portfoliosu və s. olmaq şəklində öz üzərində işləyən şəxslərin tələbatı həmişə olacaq. Ancaq ki, sadəcə mən universitet bitirmişəm, diplomum var, mən memaram, işləmək istəyirəm. Bu biraz çətindir. Hətta deyərdim ki, növbəti bir neçə ildə artıq həm memarlığa, həm də bir çox ixtisasda məzunlarımız iş tapa bilməyəcəklər. Sadəcə universitetlə kifayətlənən məzunlardan söhbət gedir. Yəni universitet diplomunu əldə edib özünü memar və ya hər hansı bir ixtisas sahibi qələmi verən məzunlarımız təəssüf ki, iş tapa bilməyəcəklər. Buna süni intellektinə böyük təsiri var, digər amillərin də iqtisadi təsirlər və s. də var. Çünki artıq yeni məzun olmuş bir şəxsin görə biləcəyi bir çox işləri süni intellekt görə bilir müəyyən səviyyədə. Bu, dediyim kimi, memarlıq ixtisasında, mühəndislik ixtisasında, dizayn ixtisasında biraz digər ixtisaslara nisbətən az olsa da öz təsirini yavaş-yavaş göstərməyə başlayır. Yəni mən buradan təhsil memarlıq ixtisasına deyil, bütün ixtisaslara səslənmək istəyirəm ki, yəni bütün digər ixtisasları seçmək istəyən şəxslər mütləq şəkildə elə bunu əvvəlcə süni intellektlə məsləhətləşsinlər ki, biz bunu seçməliyik bu ixtisası və həmçinin tələbat da yəni öz üzərində işləyən şəxslərdə olacaq. Yəni bu artıq get-gedə daha da artır belə deyim.
Düzdür. Biz daha öncəki sualı cavablandırdıqda artıq qeyd etmiş olduğunuz süni intellektin təsirlərini istərdim ki, bu sualı daha da genişləndirək. Süni intellektin başqa hansı təsirləri haqqında ixtisasa məlumat vermək istərdiniz ya da əlavələriniz ola bilərdi? Dediyim kimi, yəni süni intellekt memarlıq sahəsinə müəyyən səviyyədə təsir edəcək. Yəni təsiri mütləq ki olacaq və olur. Bunun təsiri elə bayaq da qeyd etdiyim kimi sadəcə universitet diplomu ilə kifayətlənən şəxslərə artıq ehtiyac olmayacaq get-gedə, yəni bu artacaq. Eynilə süni intellektin təsiri ilə bir çox sıxıcı, spontan və ya da ki məcburi texniki işlər get-gedə daha da azalacaq. Bu standartların tətbiq olunmasıdır, eynilə araşdırmaların olunmasıdır layihə ilə bağlı və ya da ki müəyyən konsept layihələrin, vizualların hazırlanmasıdır. Hər hansısa bir vizual görüntünün, renderin, belə deyək, vizuallaşdırma alətlərinin inkişafıdır. Yəni bunun daha sürətli həll olunmasıdır süni intellektin təsiri ilə. Yəni bu səbəbdən süni intellektin bu sahəyə təsiri qaçınılmaz təsiri olacaq. Ancaq bununla bərabər memarlıq da dəyişir, formalaşır, fərqli istiqamətlərə gedir. Bunlardan biri artıq memarlığın dünyaca müəyyən yeni standarta keçməyə çalışmasıdır. Bu elə Azərbaycana da aiddir ki, artıq bu istiqamətdə müəyyən işlər aparılır ki, yeni dünya belə deyim də memarlıq standartlarına keçirilsin. Bunun da texnologiyası, yəni düşüncə tərzinin adı indi izləyicilərimizin də mümkün qədər başa düşəcəyi izah etməyə çalışıram. Bina informasiya modelləşdirilməsi gedir, BIM. Yəni bu bina informasiya modelləşdirilməsi artıq binalar təkcə cansız bir obyekt deyil, həmçinin yaşayan bir obyektə çevriləcək. Yəni biz binanın bütün keçmişini, eynilə gələcəyini də elektron, yəni olaraq belə deyim də informasiya olaraq formalaşdıracağıq. Bu baxımdan memarlığın, süni intellektin, texnologiyanın təsiri ilə yeni peşələr açılacaq, yeni vəzifələr təyin olunacaq. BIM mütəxəssisi olsun, layihə idarə olunması olsun, AI-ın təsiri ilə yaranacaq yeni vizuallaşdırma sahələri olsun və s. Düşünürəm ki, memarlığa təsiri qaçınılmazdır. Memarlıq ixtisasını oxuyanlar, tələbələr özlərini necə inkişaf etdirə bilərlər? Hansı üsullardan, yollardan danışa bilərsiniz? Memarlıq ixtisasını oxuyan tələbələrimizə demək istəyirəm ki, ümumiyyətlə öz üzərlərində çalışmalıdırlar mütləq şəkildə. Yəni təkcə universitetə və ya universitetdə verilən biliklərə arxayın olmamalıdırlar. Hətta mən deyərdim ki, real iş həyatında, peşəkar həyatda universitetdə öyrəndikləri biliklərin çox az faizini, hətta nə qədər qəliz səslənsə də bəlkə də 10, maksimal 20%-ni real iş həyatında tətbiq edirlər və ya keçərli olur. Çünki artıq bilik getdikcə köhnəlir. Yəni siz məzun, yəni təhsiliniz müddətində öyrəndiyiniz biliklər məzun olduğunuzda artıq sizə lazım olmur. Yəni öz əhəmiyyətini itirmiş olur və ya da ki dəyişmiş olur. Bu səbəbdən daim öz üzərlərində işləməlidirlər. Memarlıqda əl qabiliyyəti baxımından, eynilə düşüncə tərzi, sahə anlayışı, vizuallaşdırma bacarığı, yəni düşüncədə, yəni bütün bunları bir insanın özü fərdi şəkildə eləməyə çalışmalıdır, yəni bununla məşğul olmalıdır. Bunu bir neçə versiyada eləyə bilərlər. Bu versiyalardan biri səyahət eləməkdir. Düzdür, bu biraz maliyyə ilə bağlı bir şeydir. Yəni fərqli ölkələrə, fərqli yerlərə səyahət eləməklə, görməklə bu bilik, bacarıq əldə etmək olur. Eynilə araşdırmaqla, oxumaqla, tarixi biliklərlə, eynilə müəyyən estetik duyğularla bu bacarıqları əldə edə bilər. Daha öncə Autodesk-lə bağlı məlumat qeyd etdiniz. İstərdim ki, bununla bağlı daha ətraflı şəkildə danışaq, bu suala qayıdaq. Autodesk-i sadə dildə necə ifadə edərsiniz, necə izah edə bilərsiniz? Yəni ümumiyyətlə Autodesk bir abituriyentlərimizin yəni başa düşəcəyi dildə desəm şirkətdir. Hansı ki bu şirkət, bu qurum belə deyim, memarlıqla bağlı proqramları təmin edən, proqramları formalaşdıran, yaradan bir qurumdur, şirkətdir. Burada bir çox proqramlar var, Revit olsun, 3D Max olsun, AutoCAD olsun. Hansı ki memarlarımız burada öz layihələrini yaradırlar, planlarını çəkirlər, vizual görüntüləri, binaların görüntülərini və ya interior görüntülərini və s. yaradırlar. Yəni həmin bu istifadə etdiyi proqramların qurucusu olan şirkətin adı Autodesk. Eynilə Autodesk-dən bəhs etmişkən əvvəlki sualımıza qayıtsaq, yəni bu ixtisası oxuyan şəxslərin qazanmalı olduğu bacarıqlardan biri də elə bu proqramları öyrənməkdir. Yəni artıq texnologiyanın da inkişafı ilə,
müasir dövrün tələbləri ilə bərabər mütləq şəkildə bu ixtisasa qəbul olmuş şəxslər və ya bu ixtisası seçmiş şəxslər düşünürəm ki, gec olmadan hətta birinci kursdan etibarən mütləq şəkildə bu proqramları öyrənməyə başlasınlar, öz işlərində istifadə etməyə başlasınlar. Çünki universitetlərimizdə tədris əsasən əl qabiliyyəti ilə olur. Xüsusilə də ilk illərdə bəzən proqram bilikləri öyrədilmir, əsasən planlar əllə çəkilir, maket hazırlayırlar və s. Bunlar mütləq şəkildə olmalıdır. Yəni bunları geri qalmışlıq və ya da ki, nə ehtiyacımız var deyə düşünməsinlər. Mütləq şəkildə bu dərsləri də yaxşı şəkildə mənimsəməyə çalışsınlar. Yəni özləri üçün bu əl qabiliyyətini yiyələnməyə, bacarmağa çalışsınlar. Yəni imtahandan ötəri deyil və ya da ki, qiymətdən ötəri deyil, həqiqətən də əl qabiliyyətinə yiyələnsinlər. Ancaq mütləq şəkildə başa düşsünlər ki, real iş həyatında əl qabiliyyəti demək olar ki, keçərsizdir, çox az istifadə olunur. Bunun üçün mütləq şəkildə proqramları bilmək lazımdır, bu proqramları istifadə etməyi bacarmaq lazımdır. Universitetlərdə bu proqram bilikləri kifayət edəcək qədər öyrədilmədiyi üçün əsasən tələbələr bu bilikləri öyrənmək üçün digər tədris mərkəzlərinə, kurslara istiqamətlənirlər. Bu kurslarda da mən reallıq baxımından bir memar kimi deyərdim ki, biliklər çox ciddi şəkildə, peşəkar şəkildə öyrədilmir. Sadəcə proqram bacarığı baxımından öyrədilir. Bu səbəbdən mütləq şəkildə bu proqramı öyrənmək istəyən şəxslər təkcə kurslarla və ya da ki, universitetlə kifayətlənməməlidir. Özləri də texnologiyadan, YouTube-dan, digər platformalardan istifadə edərəkdən öz üzərlərində daim məşğul olmalılar, daim öyrənməyə davam etməlidirlər. Yəni onsuz da hər gün bir yenilik gəldiyi üçün öyrənmə prosesi memarlıqda heç vaxt bitmir və dayanmır. Mən özüm də hələ indi də öyrənməyə davam edirəm, nələrsə dəyişir, onları tətbiq etməyə çalışıram və s. Və Autodesk ilə bağlı belə bir xüsusiyyət də deyim. Gələcəyin tələbi də baxımından deyim. Hal-hazırda mən bayaq da ilk sualımızda da qeyd etdiyimiz kimi Autodeskin Azərbaycanda Certificated Instructor, yəni sertifikatlı mütəxəssisi təlimçisi kimi fəaliyyət göstərirəm. Yəni bizlə bu proqramları öyrənən şəxslər birbaşa Autodesk tərəfindən beynəlxalq sertifikat əldə edə bilir. Hal-hazırda bu sahədə xidmət göstərən tədris mərkəzlərinin də bildiyim qədərilə bu sertifikat vermək səlahiyyəti çox yoxdur və ya da ki, varsa mən çox məlumatlı deyiləm. Ancaq ki, tələbələrimizə məsləhət görürəm ki, mütləq şəkildə proqramı öyrənsinlər və bu proqramı peşəkarlarından öyrənməyə çalışsınlar. Mütləq şəkildə digər şəxslərdən fərqlənmək üçün sertifikat əldə etsinlər. Ancaq bu sertifikat adi sertifikat olmasın. Beynəlxalq sertifikat, həqiqətən beynəlxalq sertifikat olmağına önəm versinlər və sertifikat tələbini də yanlış anlamasınlar. Yəni sertifikat üçün kursa getməsinlər. Həqiqətən mənimsəməyi öyrənmək üçün eləsinlər. Sadəcə sertifikat bunun bir göstəricisi olsun. Yəni ən azından sertifikat alırlarsa da beynəlxalq sertifikat almış olsunlar yəni. Çünki bu kursların maliyyələşməsi çox ciddi şəkildə olur əsasən. Yəni ciddi maliyyə tələb olunur. Eynilə ixtisasın özü də müəyyən səviyyədə maliyyə baxımından müəyyən tələbləri var, yəni bu ixtisası oxumaq baxımından. Onu yəqin ki, növbəti suallarımızda ətraflı şəkildə izah etməyə çalışarım. Bu ixtisası oxuyan şəxslərin özlərini necə inkişaf elətdirə bilərlər sualına bir digər istiqamətdən belə də cavab vermək istəyirəm. Bu da süni intellektdir. Mütləq şəkildə süni intellektlə məşğul olmalıdırlar, öyrənməlidirlər. Ən azından günlük həyatlarında tətbiq etməyə başlayaraqdan, daha sonra isə peşəkar şəkildə araşdırmalarla elə süni intellektin özü ilə öyrənərəkdən tətbiq etməyə məcburdurlar. Hətta bunu deyəm, artıq bu bir standart deyil, məcburiyyətdir, tələbdir. Yəni öz xoşları ilə deyil, bazarda, yəni peşəkar həyatda var olmaq istəyirlərsə, bu qaçınılmaz bir göstəricidir ki, süni intellektlə öz işlərini tətbiq etməli və məşğul olmalılar. Memarlığa təhsili ilə bağlı Azərbaycanda bu çox olmasa da, yəni biz hələ inkişaf etməkdə olan bir ölkəyik. Beynəlxalq arenada, yəni digər ölkələrdə, Avropada və s. artıq süni intellektin memarlığa təsiri ciddi şəkildə görünür. Bunu şəxsən öz gözümlə, yəni beynəlxalq mütəxəssislərlə görüşlərimizdə, iclaslarımızda görmüşəm ki, bu istiqamətdə istifadə olunan məsəl üçün proqramlardan biri Revit proqramıdır, hansı ki Autodeskin proqramıdır. Bu Revit proqramının içərisində olan bir neçə süni intellekt alətləri ilə, eyni ilə digər kənardan qoşula bilən alətlərlə artıq memarlarımızın normalda saatlarla elədiyi işi və ya da ki
məcburiyyətdən, yəni necə deyim, standart bir texniki bir proses, artıq süni intellekt bir cümlə ilə, bir sözlə saniyələr içində eləmə qabiliyyətinə çatıb. Yəni bu artıq mövcuddur, var. Biz bunu real Azərbaycan bazarında, iş həyatında görməsək də, artıq xaricdə belə deyək, bu təcrübə var, inkişaf edir və daha da artacaq. Yəni bu səbəbdən süni intellekt çox ciddi şəkildə öyrənilməli olan bir sahədir. Yəni dediyim kimi süni intellekt memarlığı əlimizdən almayacaq. Ən azından yaxın zamanda bu mümkün deyil. Çünki digər ixtisaslara nisbətən bunu belə cavablayıram. Ancaq ki, mütləq şəkildə ixtisası süni intellekt formalaşdıracaq. Yəni bu ixtisası oxuyan şəxslər bacarıqlarının hətta deyərdim ilk üçlüyünə süni intellekti mütləq şəkildə əlavə etməlidirlər. Yəni. İstədim ki, keçid edək yayğın miflərə və doğru bilinən yanlışlara. Bu ixtisasda bunlar varmı? Varsa da hansılardır? Bütün ixtisaslarda olduğu kimi həm yanlışlar da, bilinən yanlışlar da var, həm də miflər də var. Bunu düşünürəm ki, hər bir şəxs bu sahəyə daxil olduqdan sonra, yəni peşəkar həyatda daha çox hiss edir. Məsəl üçün yanlışlardan və miflərdən mən ikisini eyni anda cavablamaq istəyirəm. Birincisi budur ki, mən universitet oxub, əslində bunu müəyyən səviyyədə indiyə qədər demiş oldum, ancaq yəni mən diplom almaqla, universitet oxumaqla memar ola biləcəm. Bu mif və yanlışdır, belə bir şey yoxdur və gələcəkdə heç mümkün də olmayacaq. Eynilə digər bir miflərdən biri bu ixtisası oxuyub yüksək maaş əldə edəcəm mifi və yanlışıdır. Bəli, mümkündür digər ixtisaslara nisbətən, ancaq dediyim kimi bu sizin şəxsi keyfiyyətlərinizdən, bacarığınızdan, networkünüzdən, eyni ilə digər amillərdən asılı olaraqdan dəyişir. Digər bir nüans, yanlışlardan biri bu ixtisasın mütləq şəkildə qabiliyyət tələb eləməsidir. Yəni ixtisas seçən tələbələr əsasən qabiliyyət imtahanına hazırlaşırlar, qabiliyyət imtahanı verməyə çalışırlar, amma bəlkə də bunu bilmirlər. Bilsinlər ki, Azərbaycanda memarlıq ixtisası bir çox universitetlərdə tədris olunur. Bunun təbii ki, ən başlıcası Memarlıq İnşaat Universitetidir. Daha sonra isə Bakı Mühəndislik Universiteti var, digər universitetlər də var. Bəzi universitetlər qabiliyyət tələb edir, bəzi universitetlər isə qabiliyyət tələb etmir. Qabiliyyət tələb edən universitet ən başlıcası və ən tarixi keçmişi yəni olan daha köklü universitetlərdən biri Memarlıq İnşaat Universiteti. Bu universitetdə qabiliyyət imtahanı var. Ancaq məsəl üçün yeni yaranmış universitetlərdən, yəni son 5-10 ildə bu ixtisaslar formalaşan universitetlərdən biri məsəl üçün Bakı Mühəndislik Universitetidir. Bu universitetdə qabiliyyət imtahanı və qabiliyyət tələb olunmur. Yəni burada demək istədiyim nədir? İxtisas seçərkən nəzərə alsınlar ki, kimisə marağı varsa, sadəcə necəsə qabiliyyəti olduğunu düşünmürsə, bunu təbii ki, mümkün qədər araşdıraraqdan, süni intellektdən istifadə edərəkdən öz suallarına cavab tapmağa çalışsınlar. Ancaq bilsinlər ki, qabiliyyət mütləq şərt deyil. Olması yaxşıdır və əslində həqiqətən də qabiliyyət olmalıdır, ancaq hər insanda bir qabiliyyət var, belə deyim. Bu qabiliyyəti üzə çıxartma bacarığı önəmlidir, yəni. Hər kəsdə, hər bir şəxsdə əslində müəyyən qabiliyyətlər var. Sadəcə bunun nə qədərini istifadə edə bilirik, necə istifadə edə bilirik, bunu yavaş-yavaş insanın öz üzərində işləməsi ilə formalaşa bilər. Yəni miflərdən birimiz budur ki, qabiliyyət mütləq şəkildə lazımdırmı? Ən azından texniki şəkildə mütləq deyil, yəni. Çünki tələb edən universitetdə var, tələb eləməyən universitetdə var. Yəni bu ixtisası bir maneə kimi görməsinlər özlərinə. Çox gözəl. İxtisasın çətinlikləri haqqında danışaq indi isə və çətinlikləri necə aşmaq olar? Müəyyən dərəcədə bəlkə də bu sual cavablamışdınız, daha da geniş istərdim. İxtisasın çətinlikləri baxımından abituriyentlərimizi çox da müsbət şeylər bəlkə deməyəcəm, amma çətinlikləri çoxdur. İxtisasın çətinlikləri çoxdur. Bu çətinliklərdən birincisi ilk suallarımıza cavabladığım kimi tələbələrimizin mütləq şəkildə səbirli və diqqətli olması tələb olunur. Həm imtahan müddətlərində, həm ixtisas yəni tələbəlik müddətlərində, həm iş şəraitində çox güclü səbir lazım olur və bu ixtisas çox stresli bir ixtisaslardan biridir. Yəni onsuz da hər birimizin normal günlük yaşantılarımızda belə deyək, yaşamımızda lazım qədər stres var. Bu ixtisasda onu bir 10x artıra bilir. Yəni günlük həyatda olsun, iş həyatında olsun, çox ciddi stresslə qarşılaşa bilirsiniz. Bu səbəbdən bu ən böyük çətinliklərdən biridir. Digər sırf tələbələr baxımından cavablamış olsam,
digər çətinlik bu ixtisas müəyyən səviyyədə maliyyə tələb edən ixtisasdır. Çünki siz tələbəlik illərində məsəl üçün proqram öyrənməli olursunuz. Bayaq da qeyd etdiyim kimi 3D Max olsun, Revit olsun, Autodesk-in və ya digər proqramlar olsun öyrənməli olursunuz və bu proqramları universitetdə çox yaxşı və ya kifayət qədər öyrətmədikləri üçün məcbur şəkildə digər özəl müəssisələrə, kurslara, tədris mərkəzlərinə gedirsiniz və bu yüksək qiymətləri də olur əsasən bu kurslar. Yəni bu səbəbdən sizə maliyyə lazım olur. Eynilə universitet həyatında siz maketlər hazırlayırsınız, əllə müəyyən rəsmlər çəkirsiniz və bunların qələmləri olsun, eynilə ən sadə maket materialları olsun, çox bahalı materiallarda indiki dövrdə daha da qiymətlər artıb və bu baxımdan tələbələr çətinlik çəkə bilirlər. Yəni bunları əldə etmək baxımından, istifadə etmək baxımından, bu baxımdan ya gərək ki, bu ixtisası oxuyan tələbələrimiz ixtisasa maliyyə baxımından çox yiyələnə bilməyəcəklər və ya da ki, özləri işləyərəkdən, yəni tələbəlik illərində öz xərclərini çıxararaqdan bunu eləməyə çalışacaqlar və ya da ki, ailədən müəyyən dəstəklərinə əmin olduqları təqdirdə rahat şəkildə irəliləyə biləcəklər. Yəni bu ixtisasın çətinliklərindən biri də mütləq şəkildə digər ixtisasları oxumaq nisbətində xərcinin qat-qat artıq olduğunu nəzərə alsınlar, belə deyim. İxtisas üzrə məsləhət gördüyünüz müəyyən kitablar və ya filmlər varmı? İxtisasla bağlı məsləhət gördüyüm kitablar, filmlərlə xüsusi bir şey demək istəmirəm abituriyentlərimizə. Bunun da müəyyən səbəbi var. Belə ki, düşünürəm ki, hər bir şəxs baxımından özü bunu kəşf etməli, öyrənməlidir. Yəni tələbələrimiz indiki texnologiyadan istifadə etməyi mütləq şəkildə bacarmalıdır. Məsəl üçün əvvəllər kitab oxumaq çox əhəmiyyətli idi. İndi də öz əhəmiyyətini qoruyub saxlayır. Ancaq indiki dövrdə öyrənməkdən əlavə bir bacarıq da tələb olunur. Bu da sürətli öyrənmək bacarığıdır. Yəni artıq sürətli öyrənməkdən daha əhəmiyyətli olub. Bu səbəbdən bəzi məlumatları kitabdan öyrənmək bizi daha yavaş öyrənməyə yönləndirdiyi üçün məsləhət görürəm ki, kitab seçimində diqqətli olsunlar. Həqiqətən onlara faydalı ola biləcək kitabları seçməyə çalışsınlar. Bunu elə özləri sosial şəbəkələrdən, digər internet vasitələrindən, eynilə süni intellektdən istifadə edərəkdən, öz suallarını verərəkdən suallarına cavab ola biləcək kitabları tapa bilərlər. Və süni intellektdən istifadə edərəkdən bir çox kitabdan əldə edə bilməyəcəkləri məlumatları və ya da ki, onlarla bir kitabın oxuduqları vaxt ərzində süni intellekt vasitəsilə oxunmuş ola bilərlər, öyrənmiş ola bilərlər. Yəni bu səbəbdən tələbələrimizə mən kitab məsləhət görmürəm. Sadəcə süni intellekti istifadə etməyi bacarsınlar, araşdırmağı bacarsınlar və mütləq şəkildə kitab oxumağı da unutmasınlar. Bu kitabların istiqaməti baxımından təbii ki, müəyyən istiqamət vermək istəyirəm. Bu da memarlıq istiqamətində kitablar olsun, mütləq şəkildə tarix istiqamətində kitablar olsun, yəni memarlıq tarixi baxımından olsun və ya da ki, ümumi tarix baxımından və dünya görüşünü inkişaf etdirəcək kitablar baxımından mütləq şəkildə nələrsə oxusunlar. Bunu da yavaş-yavaş öz üzərlərində məşğul olaraqdan, yəni öz öyrənmə qabiliyyətlərini inkişaf etdikdə daha yaxşı fayda əldə edəcəklər. Yəni kimisə məsləhət gördüyü kitabı sizin üçün təsirli və effektli olmaya bilər. Yəni bu səbəbdən siz çalışmalısınız ki, öz üzərinizdə çalışıb öz kitabınızı, öz filminizi və ya da ki, öz izləmək istədiyiniz kanalı seçmək, bacarmaq artıq məcburiyyətdir. Çox maraqlı. İstərdim ki, sonuncu suala keçid etməmişdən qabaq izləyicilərimizdən gəlmiş bir sualı cavablandıraq. Belə ki, sizdən gələnlərdən sual var ki, memarlıq ixtisası üçün rəsm qabiliyyəti nə dərəcədə önəmlidir? Bayaq əslində müəyyən səviyyədə bunu cavablandırdım. Rəsm qabiliyyəti əhəmiyyətlidir, ancaq öyrənilə biləndir müəyyən səviyyədə. Yəni dediyim kimi, bəzi universitetlər bu qabiliyyəti imtahan şəklində məcburi edir, bəzi universitetlər isə tələb eləmir. Yəni bunu artıq tələbə özü seçimini eləməlidir, öz araşdırması ilə hansı universitetdə oxumağını və ya hansı ixtisası seçməyini özü qərar verməlidir. Ancaq əhəmiyyət baxımından qeyd edəsək, olması yaxşıdır, üstünlükdür. Müəyyən səviyyədə insanın özündə olması lazımdır, amma prosesdə də, yəni tədris müddətində də öyrənilir və reallıq baxımından artıq texnologiya inkişaf etdiyinə görə peşəkar iş həyatında rəsm qabiliyyəti çox da əhəmiyyət daşımır. Yəni artıq bu prosesləri müəyyən süni intellekt alətləri olsun və ya da ki, müəyyən proqramlar artıq bunu edə bilir. Bu səbəbdən rəsm qabiliyyəti həm əhəmiyyətlidir,
Yəni kimdəsə bu qabiliyyət varsa, bu onun üstünlüyüdür. Amma məcburiyyət deyil. Çox gözəl. İstərdim ki, son olaraq bir suala da keçidək ki, vermək istədiyiniz son məsləhətlər və ya qeyd etmək istədiyiniz hal-hazırda son tövsiyələr varmı? Mütləq şəkildə öz üzərlərində məşğul olsunlar, öz gələcəklərini, öz təhsillərini hər hansı bir universitetə, hər hansı bir şəxsə və ya hər hansı bir ixtisasa bağlamasınlar. Mütləq şəkildə öz həyat məsuliyyətlərini öz üzərlərinə götürsünlər. İxtisas seçimini çalışsınlar ki, mümkün qədər özləri də iştirak edəsinlər. Mütləq şəkildə, yəni kimisə tək məsləhəti ilə və ya da ki, güvəncəsi ilə deyil, araşdıraraqdan, oxuyaraqdan, müəyyən alətlərdən istifadə edərəkdən, mütəxəssisləri dinləyərəkdən və ya onlara yazaraqdan, onlarla əlaqəyə keçirəkdən mümkün qədər öz suallarını cavablayıb daha sonra ixtisas seçimi eləsinlər. Çünki memarlıq ixtisası elə bir ixtisas ki, sevmədən qəbul olsaz və bu ixtisas istiqamətində davam etmək məcburiyyətində olmuş olsaz, çox böyük, ciddi çətinliklər çəkəcəksiniz, çox böyük stresslər yaşayacaqsınız. Hətta bəlkə də bu ixtisası, bu peşəkar fəaliyyəti göstərə-göstərə bu ixtisasa nifrət eləmiş ola bilərsiniz. Yəni bu baxımdan çalışsınlar, düzgün qərar versinlər, yaxşı araşdırsınlar və öz istəklərinə güvənsinlər. Təşəkkür edirəm Daşdəmir bəy. Minnətdaram, çox gözəl cavablandırdınız sualları. Sizə də minnətdaram izlədiyiniz üçün əziz izləyicilər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Sağ olun.